Salam əziz izləyicilərim. Bugün sizlərlə yarpağı qışa necə hazırladığımı bölüşmək istədim. Hazır sezona ikən mən də hər il bağlayıram bu formada. Mən bugün iki cür formada bağlayıram. Və siz hansı formada bağlayırsınızsa rəylərdə yazarsınız. Mən burada 2 kiloqram yarpaqdan istifadə elədim. Yarpaqları qəşəngcə ayırd eləyirəm. Saplarını təmizləyib düzəliş verirəm. Sonra isə yuyub qurutduğum bankalara yaxşıca doldururam. İçində hava qalmamalıdır. Hava qalanda tez xarab olunur. Amma yaxşıca presləyib qoyanda xarab olmur. 2-3 ildə saxlasaz heç nə olmur. Videoda göründüyü kimi yarpaqları 4 qat eləyib bankalara yaxşıca yerləşdirirəm. Yaxşıca yerləşdirəndən sonra məndə 2 kiloqramdan 6 banka alındı. 3 bankaya 2 cür formada qoyduğuma görə mən salfetkanı 4 qat eləyib yandırıb tez bazar bağlayıram. Qeyd edim ki, bankaların qapaqları təzə olmalıdır. Belə eləyib bağladıqda yaxşı qalır, heç nə də olmur. Qalan 3 bankanı isə qaynar suyla, qaynamış suyla 1 çay qaşığı qaya duzu əlavə eləyib, qaynamış suyu əlavə eləyib tez qapağını bağlayıram. Bu formada eləyib soyuq yerdə saxlayıram. Və siz necə eləyirsiniz? Videonu rəylərdə bildirərsiniz. Videomu bəyəndiysə like eləməyi unutmayın.